Gün ərzində tez-tez əsəbləşsənsə, diqqətini toplamaqda çətinlik çəksənsə və özünü səbəbsiz yerə gərgin hiss etsənsə, bu heç də həmişə psixoloji problemlərlə bağlı deyil. Ola bilsin ki, səndə iki əsas mineral, maqnezium və sink çatışmır. Maqnezium əsəb sisteminin əsas tənzimləyicilərindən biri hesab olunur. Sinir hüceyrələrinin həddindən artıq aktivləşməsinin qarşısını alır. Beyindəki stres hormonu olan kortizolu aşağı salır və sakitlik hormonunun fəaliyyətini gücləndirir. Həmçinin də sink təkcə immun sistemi üçün deyil, həm də beynin kimyası üçün çox kritik elementdir. O, dopamin və serotonin kimi xoşbəxtlik hormonlarını tənzimləyir. Beynin stressə reaksiya mərkəzlərini sakitləşdirir və iltihabı azaldaraq normal olaraq əsəb sistemini də, sinir sistemini də qoruyur. Bəs yaxşı, bu iki mineral niyə daha tez azalır? Ən əsas səbəb bunlardır. Qəhvə və enerji içkilərinin çox istifadə olunması, rafinə şəkər, uzun müddətli stres, yuxusuzluq, çox tərləmək və zəif bağırsaq mikrobioması. Bu səbəblər yetərdir ki, səndə bu iki əsas mineral azalsın. Deməli, öyrənmiş olduq ki, əsəbilik çox vaxt xarakterlə bağlı deyil. Bədənin biokimyası pozulanda beyin də buna normal olaraq əsəbi reaksiya verir. Maqnezium və sink isə bədəndə tarazı olduqda bu əsəb sistemini stabilləşdirir, gərginliyi azaldır və ən əsası yuxunu normallaşdırır. Açıqlama qisminə maqnezium və sink bol olan təbii mənbələr qeyd edirəm. Sağlam olun, sağlam qalın.